APR-in 16-sı saat 6:00-a olan xəbərə əsasən ölkə ərazisində saat 00 radələrindən başlayan yağış hazırda güclü leysan yağışına keçib və bəzi ərazilərdə şimşək çaxır. Bu haqda moderator AZA Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qobustan Avtomat Meteoroloji Stansiyasının xəbərinə əsasən Qobustan ərazisində saat 00-dan başlayaraq güclü yağış yağır. Düşən yağıntının miqdarı 33 mm olub ki, bu da aylıq normanın 66%-ni təşkil edir və təhlükəli hidrometeoroloji hadisə hesab edilir. Dünəndən başlayaraq ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb. Bu haqda Qlobal Info AZA Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd edilənlərlə bağlı Nazirliyin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı və Gəncə şəhərləri, Abşeron rayonunun Xırdala şəhəri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə cəlb edilib. Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətlərinin Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən bir sıra ünvanlarında əməliyyat davam etdirilir. Bakı ərazisində yağan intensiv yağışlar nəticəsində bəzi yollarda nəqliyyatın hərəkəti çətinləşdiyindən məhdudiyyətlər tətbiq olunub. Bu haqda redaktor AZA Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Qeyd edilib ki, Nizami rayonu Heydər Əliyev prospekti Bağırov tuneli mərkəz istiqamətində tunelə yağış sularının yığılması səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Problemlə bağlı NİM tərəfindən aidiyyəti üzrə məlumat verilib. Bundan başqa Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi və aeroport şosesi hava limanının yaxınlığından mərkəz istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunub. Bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətinin təmin olunması üçün zəruri tədbirlər görülür.